İlk qadın pianoçusu Xədicə Qayıbovadan danışacağım bu dəfə. O təkcə Azərbaycanın ilk peşəkar pianoçusu deyil, həm də dövrünün ən cəsur qadınlarından biri olub. Xədicənin yolu yalnız uğurdan, şansdan ibarət olmayıb. Qorxular və siyasət də hekayəsinin bir parçasına çevrilib. Onun adı həm də repressiyaya məruz qalan iki musiqiçidən biri kimi tarixə düşüb. Musiqi onun üçün təkcə bir sənət növü deyildi, həyatının ahəngi idi. Xədicənin xoşbəxt uşaqlıq illərindən başlayaraq musiqiyə olan sevgisini hiss edirik. Musiqi onun üçün azadlıq simvolu idi. Onu musiqidən ayırmaq balığı sudan çıxarmaq kimi idi. Xədicə gənc yaşında belə cəsur addımlar atır, öz yolunu seçirdi. Sənət onun həyatda qalmağı üçün bir məqsəd, həm də özünü ifadə etmənin bir yolu idi. Xədicə uşaq yaşlarından musiqiyə vurulmuşdu. O özünü qətiyyən musiqisiz təsəvvür eləmirdi. Hər not içindəki arzuları, amalları ifadə eləyirdi. O yalnız sənətkar yox, həm də dövrünün müasir qadınlarından biri idi. Sənət onun həyatının ayrılmaz tərkib hissəsi idi. Müəyyən dövrə qədər uğurla dolu bir həyat nərdivanı üzərində yüksəlsə də, təəssüf ki, onun yaşadığı dövr musiqi kimi saf deyildi. Xədicə Qayıbova 1893-cü ildə Tiflisdə məşhur bir ailədə dünyaya gəlmişdi. Onun atası tanınmış ruhanilərdən Osman bəy Müftüzadə idi. Anası isə 19-cu əsrdə Tiflisdə məskunlaşan Terequlovlar ailəsindən idi. Yəni hər ikisi dünya görüş etibarilə çox qabaqcıl fikirli insanlar idi və onlar istəyirdilər ki, övladları da mütləq təhsil alsınlar. Bu məqsədlə Tiflisdə olan Müqəddəs Nina məktəbinə demək Xədicə xanımı yazdırırlar və Xədicə xanım həmin məktəbi çox uğurla bitirir. Çünki orada həm musiqi təhsili alır, xüsusi kursda həmən kursu qızılla çərçivələnmiş diplomla və qırmızı xaç döş nişanı ilə həmən məktəbi bitirir. Lakin təsadüf elə gətirir ki, Xədicə xanım sonrakı illərdə öz təhsilini davam elətdirə bilmir. Çünki o dövrdə Tiflisdə vərəm xəstəliyi tüğyan eləyirdi və bu vərəm xəstəliyi demək olar ki, onların ailəsində də ziyarət etmişdi. Bu xəstəlikdən Xədicə xanım həm qardaşını, həm atasını, həm də bir bacısını itirmişdi. Sözsüz ki, atasını itirdikdən sonra ailədə vəziyyət o qədər də ürəkaçan olmamışdı. Maddi çətinlik üzündən sonrakı illərdə təhsilini davam etdirə bilməmişdi. O dövrdə həm də o Qafqaz Müsəlmanlar İdarəsinin müftüsü olan Hüseyn Əfəndi Qayıbovun ailəsindən olan, daha doğrusu oğlu olan Nadir Qayıbovla ailə həyatı qurmuşdu. Bir neçə ildən sonra ailəsi ilə birlikdə Bakıya gəlmişdi. Bakıda gəlməyi, Bakı mühiti ilə tanışlıq onun demək olar ki, bir musiqiçi olaraq böyük üfüqlər açmışdı önündə. Çünki o dövrdə musiqiçilərə, xüsusən qadın musiqiçilərə böyük ehtiyac var idi və dahi bəstəkarımız Üzeyir Hacıbəyli, yəni qadın pianistləri, ümumiyyətlə bütün sahələrdə olan musiqiçiləri səhnəyə dəvət eləyirdi. Onları çalışırdı ki, cəmiyyətdə tanıtsın. Və Xədicə xanım da Bakıya gəldikdən sonra demək olar ki, səhnəyə yol alır və bununla da onun musiqi fəaliyyəti çox belə parlaq bir səviyyədə fəaliyyətə başlayır. İlk dəfə olaraq dövlət konsertlərində iştirak eləməyə başlayır. Bununla yanaşı həm də pedaqoji fəaliyyətlə məşğul olurdu, özü yetirmələri var idi və iştirak etdiyi demək olar ki, konsertlərin çoxunda elə yetirmələri ilə birlikdə çalışırdı ki, iştirak eləsinlər. O, Azərbaycan xalq mahnılarını fortepianoda demək ifa eləyirdi. Xədicənin not dəftərində təkcə melodiyalar yox, həm də qorxuları və ümidləri yazılırdı. Yaşadığı çətin dövrü anlamaq, ədalətsizliyə qarşı dirənmək üçün musiqiyə sarılırdı. Axı elə bir gün ağır zamanda, 20-ci əsrin başlanğıcında mədəniyyətin qadın nümunəsi olmaq asan deyildi. Onun evi musiqi məbədinə bənzəyirdi. Dövrün ən məşhur insanları bura gələr, müzakirələr təşkil olunardı. Milli musiqinin gələcəyi, xalq nəğmələrinin mühafizəsi, qadın musiqiçilərinin təhsil imkanları haqqında söhbətlər təşkil edilərdi. Ümumiyyətlə, Xədicə xanım Qayıbovanı biz Azərbaycanda ilk pianist qadın kimi tanıyırıq. Amma buna baxmayaraq, o pianist qadın olmaqla yanaşı, həmçinin ictimai həyatda çox fəal qadın olmuşdu, çox geniş ətrafı olmuşdu. Belə ki, onun Bakıda olan evi o dövrdə elit təbəqənin görüş yerinə çevrilmişdi. Bütün demək, elit təbəqənin hamısı, ümumiyyətlə, Türkiyədən gələn insanlar, tanınmış şəxsiyyətlər sözsüz ki, hətta hökumət dairələrindən olan böyük şəxsiyyətlər tez-tez onun evinə toplanmışdı.
yaşayırdılar. Bu evlərdə görüşlər keçirilirdi, ədəbiyyat və musiqi tədbirləri keçirilirdi. Hətta qaynaqlara görə bəzən bu tədbirlər gecə səhərə qədər davam eləyirdi. Bu o demək deyildi ki, Xədicə xanım cəmiyyətdə baş verən hadisələrə biganə idi. Məsələn, o dövrdə Məhsənət Hacı Zeynalabdin Tağıyev tutaq ki, bir layihə hazırlatmışdı qadınların təhsilə cəlb olunması üçün. Məsələn, Xədicə xanım ilk bu layihəyə qoşulanlardan biri olmuşdu. Qadınları iştirak etdiyi konsertlərdə, tədbirlərdə təhsilə dəvət eləmişdi, səsləmişdi. Hətta belə bir tədbirlərdən birində, daha doğrusu yüksək səviyyədə keçirilən bir konsertdə İsmailiyyə binasında, tarixi İsmailiyyə binasında o yenə də öz yetirmələri ilə iştirak etmişdi və yenə də bu tədbirdə demək olar ki, qadınlarımızı, qızlarımızı təhsilə səsləmişdi. Hətta o tarixi konsertdə Hacı Zeynalabdin Tağıyev onu fəaliyyətindən dolayı qiymətləndirmişdi. Üstündə öz şəkili olan bahalı bir servis və brilliant qaşlı bir üzüklə demək, həmin tədbirdə Xədicə xanıma bağışlanmışdı. Ümumiyyətlə, Cümhuriyyət dövründə bilirik ki, Azərbaycanda həm ədəbiyyatımızda, həm mədəniyyətimizdə, həm tutaq ki, milli musiqimizdə böyük bir canlanma var idi və həmin illərdə demək, Xədicə xanım Qayıbovada demək olar ki, ən məşhur demək, bizim dahi bəstəkarlarımızla birlikdə Bülbül, Üzeyir Hacıbəyli, Sarabski, Qurban Pirimov kimi sənətkarlarla çiyin-çiyinə çalışırdı və əlindən gələni musiqinin inkişafı naminə əlindən gələni əsirgəmirdi. Bayıl, bir gecə, bir kölgə, evləri talayan naməlum adam və arxasınca qoyduğu suallar. Damlarda gəzirlərmiş və damlardan düşüb oğurluq edirlərmiş. Qənaətə gəldik ki, bu oğurluqların arasında çox ciddi bir oxşarlıq var. Və Xədicə Qayıbova, musiqi dahisi, amma taleyi qaranlıq səhifələrlə dolu bir qadın. Onun həyatı niyə susturuldu? 16-17 ildən sonra ailə məlum olur ki, anası artıq neçə illərdir həyatda yoxdur, güllələnibdir. Kriminal, sir və tarix hamısı bir buraxılışda toqquşur. Xədicə və Mircəfər Bağırovun sevgisi gözəl, amma eyni zamanda çox təhlükəli idi. Məktublar, gizli görüşmələr bu görüşün, bu sevgini daha da riskini artırırdı. Bu riski artıran həm də Bağırovun bəzi şəxsi maraqları və siyasi ambisiyaları idi. Bir çox tarixçilər Xədicəni Bağırovun qurbanı kimi də adlandırırlar. Deyilənlərə görə onun başına gələnlərin səbəbi Bağırovun evlənmə təklifini rədd eləməsi idi. Mircəfər Bağırovun ona olan sevgisi, bu sözsüz ki, bu normal bir sevgidən biz danışmırıq. Bu həyatını izləyəndə görürük ki, Xədicə xanımın yaxınında olan, yəni ailəsində olan, onunla münasibətdə olan bütün insanları aradan götürmüşdü, məhv etmişdi. Onların sevgisi həm də sınaqlarla və mübarizələrlə dolu olub. Bağırovun siyasi rolu münasibət üçün təhdid və qorxu idi. Bu səbəbdəndir ki, Xədicənin həyatında sevgi və qorxu eyni anda yaşanırdı. O yalnız məktublarla təsəlli tapır, musiqi ilə nəfəs alırdı. Martın 16-sında Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsinə arayış təqdim olunur. Arayış komissarlığın 1-ci bölməsi 3-cü şöbə rəisinin müavini erməni əsilli leytenant Tivasyan tərəfindən tərtib edilmişdi. Xədicənin adı xalq düşməni siyahısına düşdü. Mircəfər Bağırovun siyasi mövqeyi repressiyanı sürətləndirirdi. Sənət və sevgi təhlükəyə çevrildi. Hər addım bir risk idi. Qorxu bütün şəhəri bürümüşdü. Ona görə də hər kəs ehtiyatla davranırdı. Xədicə isə öz silahdaşı olan pianosunun arxasında qətiyyət və mübarizlik nümayiş etdirirdi. Təhlükələr getdikcə çoxalırdı. Hər yeni gün repressiyanın ağırlığı hiss olunurdu. Xədicənin həyatı musiqi notlarından ayrılıb qorxunun bir parçasına çevrilmişdi. Siyasi təzyiqlər, təhdidlər yaxasını buraxmasa da pianosu onun dayağı idi.
Aydındır ki, tarixdə hamıya məlumdur ki, Cümhuriyyətimizin ömrü çox az olmuşdu. Cümhuriyyətin süqutundan sonra Azərbaycan işğal olundu və sözsüz ki, Azərbaycanın işğalından sonra Cümhuriyyətdə artıq qaldırılan o milli məsələlər arxa plana keçdi və insanlar demək olar ki, əvvəllər əgər Azərbaycana müstəqillik vədi verilmişdisə, get-gedə gördülər ki, bu müstəqillik verilən vəd yalandır. Yavaş-yavaş etirazlar baş verməyə başladı və bu etirazların sözsüz ki, sonu da o qədər uğurlu nəticələnmədi. Kütləvi repressiyalar, həbslər və s. Bu dövrdə baxmayaraq artıq Azərbaycanda Sovet hakimiyyəti qurulmuşdu. Xədicə xanım yenə də əvvəlki kimi həm pedaqoji fəaliyyəti ilə məşğul idi, həm də ki, ona vəzifə verilmişdi. Demək, Azərbaycan Maarif Komissarlığında Şərq şöbəsi, musiqi şöbəsinə o müdir təyin olunmuşdu. Burada demək, Xədicə xanımın o qədər böyük uğurları olmuşdu ki, bir çox işlərə imza atmışdı. Məsələn, ilk dəfə olaraq o demək, qısa müddətli kurslar hazırlamışdı. Bu kurslarda şərq musiqi mədəniyyəti, şərq musiqisi ümumiyyətlə öyrənilirdi. İkinci tərəfdən xor yaratmışdı. Bu da o dövrdə yaranan işlərdən biri idi. Digər tərəfdən Xədicə xanım burada ilk dəfə olaraq qadınlar üçün dram studiyası yaratmışdı və eyni zamanda burada çalışdığı müddətdə demək olar ki, folklor musiqimizi toplanmasında çox böyük əmək sərf edirdi. Bu qədər uğurlarına baxmayaraq, həmçinin eyni zamanda onu da qeyd edeyim ki, Xədicə xanım artıq 1927-ci ildə Azərbaycan Milli Konservatoriyasında, indiki Milli Konservatoriyada təhsil alırdı. Yəni bu qədər uğurlarına baxmayaraq, amma Xədicə xanımın da ailəsinin demək başın üstündən qara buludlar əskik olmamışdı. Bunun iki səbəbi var idi. Bir tərəfdən repressiya, o dövrdə milli məsələdə kim öndə idisə, onların hamısı artıq qara siyahıya salınmışdı. Digər tərəfdən o dövrdə ölkə rəhbərinin Xədicə xanıma olan sevgisi, məhəbbəti idi ki, bu sevgi Xədicə xanıma nəinki xoşbəxtlik gətirməmişdi, əksinə onun ailə həyatını demək olar ki, məhvi ilə nəticələnmişdi. Xədicə artıq hər yeni günə pəncərəsini ümidlə yox, ehtiyatla açırdı. O dövrdə dostlarına da etibar eləmək artıq çətin idi. Siyasi təzyiqlərin onun müqavimətini sındıracağı gözlənilsə də, Xədicə özündə daha çox güc tapırdı. Onun mübarizələrlə dolu həyatı da məhz bu cür davam edirdi. İlk vaxtlar hər şey öz axarında gedirdi. Xədicə xanım SSR Xalq Təhsil Komissarlığında Şərq musiqisi şöbəsinə rəhbər təyin edilmişdi. O bütün qüvvəsini savadlı, istedadlı xanımların yetişməsinə səfərbər edirdi. Amma onun həyatının bir anı artıq müqavimətə çevrildi. O bu yolda ifaları ilə azadlığını qoruyub saxlamağa çalışırdı. Bağırovun qərarları, siyasi mövqe onu bəzi məqamlarda qorusa da, həyatına daha bir təhlükə qatırdı. Repressiya, çətinliklər və siyasi oyunlar Xədicəni məhəbbət yolundan döndərmirdi. Bəlkə də baş verənlərin fonunda Xədicə artıq gələcək taleyindən xəbərdar idi. Başına gələcəkləri hiss edirdi. Maraqlıdır ki, bütün bu qadağalar, çətinlik və gərginliklər onu Bağırova daha da yaxınlaşdırırdı. Təqdim olunan arayışdan sonra Xədicə xanımın və onun doğma insanların həyatında faciə başlayır. Baş verənlər onun sənətindən də yan keçmədi. Artıq addımlarını daha ehtiyatla atmalı, sözlərini diqqətlə seçməli idi. Artıq həyat daha da amansız, dostlara güvənmək isə çətinləşirdi. Qorxular olsa da döyüşmək lazım idi. Repressiyalar, cinayətlər hər sahəni öz ağuşuna almışdı. Amma mübarizə dayanmamalı idi. Təkcə notlar danışmırdı, həm də meydanlara daşınırdı bu cəsarət. O, demək, hələ Tiflisdə olarkən ailə həyatı qurmuşdu. Lakin ölkə rəhbəri, demək, qətiyyətlə bu ailənin dağılmasında israrlı idi. Buna görə də tez-tez onun həyat yoldaşı Nadir Qayıbovu tez-tez çağırırdılar dindirilmələrə, onu, demək, hətta həbs eləmişdilər. Buna görə də demək, Xədicə xanım istəyirdi ki, ona görə həyat yoldaşı cəzalanmasın, məhv olmasın. Hətta ona təklif eləmişdi, bəlkə biz ayrılaq. Yenə də məqsədi orada yoldaşının həyatını qurtarmaq idi. Çünki o
bilirdi ki, o nə ilə nəticələnəcəkdir. İlk başlarda həyat yoldaşı bunu qəbul eləməsə də, bir neçə dəfə dindiriləndən sonra, həbs olunandan sonra, yenə də mənbələrdə yazılana görə bir balaca baş evlərlə razılaşmaya gəlmiş və oradan həbsdən çıxdıqdan sonra Xədicə xanımla ayrılmağı qəbul eləmişdi. Çox maraqlıdır ki, Xədicə xanım çox tez bir zamanda ikinci dəfə ailə həyatı qurmuşdu. Mənə elə gəlir ki, bu da yenə də Xədicə xanım özünü qorumaq naminə etmişdi. Yəni cəmiyyətdə tək qadın kimi, boşanmış qadın kimi yox, ailəli bir qadın kimi yaşamaq istəmişdi. Özünü qorumaq üçün və yaxud da qeyd etdiyiniz kimi ölkə başçısının o mənfur istəyindən qorumaq üçün. Onu ikinci ailə həyatı qurduğu adam da o dövrdə cəmiyyətdə çox tanınmış, böyük nüfus sahibi olan, o dövrdə Karl Marx adına demək, Azərbaycan Sosial-İqtisadi İnstitutunun rektoruydu Rəşid Qayıbov. Demək olar ki, Rəşid Qayıbovla evlənməyi, daha doğrusu Rəşid Qayıbovun Xədicə xanımla evlənməyi də onun həyatını demək, sonunu gətirdi. Az müddətdən sonra Rəşid Qayıbov rektorluqdan azad olundu, sonra isə demək, həbs olundu və ona güllələnmə hökmü çıxarıldı. Sözsüz ki, bir həftə sonra da güllələnmə hökmü icra olundu. Repressiya küləyi Qayıbovlar ailəsinin pianoçusu Xədicənin başının üzərində əsirdi. Azərbaycan ziyalılarını məhv eləmək, kütləni müti vəziyyətdə idarə eləmək, yaltaq ordusu içində möhtəşəm görünmək qanlı Sovet İttifaqının əsas məqsədlərindən idi. Və Xədicə məhkəmə qarşısına çıxarılır. Bir söz, bir baxış belə onun həyatını dəyişə bilər. Azadlıqdan məhrum olmağın düşüncəsi də qorxulu idi. Amma o güclüdür. Hökm nə olursa olsun boyun əyməyəcək. Artıq onun tək güvənə biləcəyi yer və dayağı musiqi idi. Ona qarşı irəli sürülən ittihamlar ağır idi. Əks-inqilabçı, xarici kəşfiyyatın casusu. Bu dövr Xədicə üçün həm faciə, həm də güc nümayişi olaraq keçirdi. Onun həyatı qorxu və sarsıntı içində davam edirdi. Hər söz və hər hərəkət diqqətlə izlənilirdi. Xədicə bununla belə sənətindən vaz keçmədi. Hər not həm həyat dərsi, həm də müqavimət idi. Onun musiqisi həm özünü ifadə, həm də həyatını qoruma vasitəsi idi. Bu dövr həm faciə, həm də güc nümayişi idi. Xədicənin həyatı qorxu ilə sənət arasında keçirdi. 1933-cü ildə həbs olunan Xədicə Qayıbova 3 ay müddətinə məhz elə Bayıl türməsində olub. 3 ay sonra yetərli dəlil olmaması ilə bəraət alır və azadlığa buraxılır. Azadlığa buraxılması Xədicənin dırnaqarası istintaqının başa çatması demək deyildi. Mircəfər Bağırovun Xədicəyə olan sevgisi artıq həddi aşmışdı. 1933-cü ildən başlayaraq Xədicə xanımın həyat yoldaşı Rəşid Qayıbov repressiya qurbanı olaraq artıq seçilmişdi. 1933-34-cü illərdə 3 dəfə dindirilir və bu təbii olaraq Xədicə xanımı narahat edir. Deyilənə görə Xədicə xanım hətta 1934-cü ildə Rəşid bəyə ayrılmaq fikrini deyib, amma bu ayrılıq baş tutmayıb. Amma bir anda hər şey əksinə dönür. Elmi fəaliyyətini davam etdirən Rəşid Qayıbov 1934-cü ildə gözlənilmədən o zamanki Azərbaycan SSR Sosial-İqtisad Universitetinə rektor vəzifəsinə təyinat alır. 2 il ərzində səngən repressiya dalğası 1936-cı ildə yenidən alovlanır. Qayıbovlar düşünürdülər ki, artıq bu amansız dövr bitir. 2 il ərzində demək olar ki, repressiya dayanmışdı. 1936-cı ildə Rəşid Qayıbov rektorluq vəzifəsindən azad edilir və xarici kəşfiyyata yardım etməkdə ittiham edilir. 1937-ci ildə elə məhz Bayıl türməsində güllələnir. Xədicə xanım yaxşı başa düşürdü ki, həyat yoldaşından sonra sıra onundur. Hər şeyin bu qədər tez baş verəcəyini heç kim gözləmirdi. Qızı Alanqu Qayıbova deyir ki, anası həbs edilərkən onun 12 yaşı var imiş. Xədicə Qayıbova güllələnmə qərarını ağlına belə gətirmirdi. Deyirmiş ki, qoy sürgün eləsinlər, eybi yox. Mən orada da musiqi məktəbi açacağam, oxuyub rəqs eləyəcəm. Amma qırmızı terror belə düşünmürdü. Bir gecə qapı döyülür və Xədicə xanım üçün hazırlanmış qətl planı işə düşür. Xədicə xanımın həbs olunduğu günü qızı çox belə faciəvi şəkildə xatırlayır ki, baxmayaraq ki, anam bizi belə hazırlayırdı o günə, amma özü çox sarsılmışdı. Gecə idi, hamımız yatmışdıq, biz də səs-küyə oyandıq. Anam deyir, çox sarsılmışdı, ağarmışdır. Düşünürdü ki, yəqin ki, gözünü qorxutmaq üçün əvvəlki kimi həbs olunubdu. Bir neçə aydan sonra onu yenə buraxacaqlar, amma bu dəfəki cəza tədbiri daha ağır olmuşdu.
Xədicə xanım nəinki azadlığa buraxılmamışdı, az bir müddətdə. İndi mən özüm bilərəkdən o adamların adını çəkmək istəmirəm. Bir çox tutulan, o dövrdə dövlət səviyyəsində işləyən vəzifəli insanlar, ədəbiyyat alimlərimiz, dilçilərimiz və s. onlara qorxu ilə, yəni döyərək, işgəncə verərək artıq Xədicə xanım haqqında yetərin qədər demək, məlumatlar yalan da olsa hazırlanmışdılar və ciddi bir ittihamnamə hazırlanmışdı. Bu ittihamnamədə əsasən Xədicə xanım xarici kəşfiyyata işləməkdə, əks-inqilabçı olmaqda, yəni vətən xainliyində belə desək suçlanırdı. Bu da çox, yəni ən ağır bir ittiham idi. Buna baxmayaraq Xədicə xanımı 9 dəfə dindirilməyə çağırılmışdı və bu 9 dəfə dindirilmənin heç birində Xədicə xanım ona qarşı irəli sürülən ittihamları qəbul etməmişdi, rədd etmişdi, belə bir şey olmadığını göstərmişdi. Amma dediyim kimi sənədlər elə tərtib olunmuşdu ki, Xədicə xanım da məhkəməyə çıxarılmışdı. O zamanki məhkəmələr, troyka deyilən məhkəmələr idi, 3 nəfərdən ibarət olurdu, 15 dəqiqə çəkirdi. Yəni əsas məqsəd əvvəldən hazırlanmış ittihamnamə oxumaq və alacağı cəzanı elan etməkdir. Xədicə xanıma güllələnmə hökmü kəsilir və deyilənə görə bir həftədən sonra icra olunur. Əks-inqilabçı, xarici kəşfiyyatın cəsusu. Belə çirkin iftiralarla məhkəmə qarşısına çıxarılan Xədicənin cəmi 15 dəqiqəlik məhkəməsi olur. Məhkəmə qərarı ilə güllələnmə əmri çıxarılır. Deyilənə görə Xədicə SSR terrorunun qadını güllələyəcəyinə inanmırmış. Amma artıq qərar verilmişdi. Xədicə ilk olaraq Bayıl türməsinə aparılır. Deyilənə görə Xədicə xanım bura gətirildikdən sonra Mircəfər Bağırov Bayıl türməsinə gələrək Xədicə xanımın kamerasına yaxınlaşır və sonuncu şans vermiş kimi yenidən evlənmək istəyini dilə gətirir. Xədicə xanımın isə əsl Azərbaycan xanımı olduğunu yox cavabı bir daha isbat edir. Amma Mircəfər üçün bu cavab çox ağır olur. Artıq həyatının son günlərini yaşayan bir qadının həyatı bahasına ona yox deməsi Mircəfər üçün dözülməz olur. Və elə oradaca Xədicə xanımı güllələyir. Bununla bir çiçək solur. Azərbaycanın daha bir incəsənət xadimi, incəsənət tariximizdə parlayacaq olan daha bir günəş söndürülür. Qızının xatirələrindən o qədər həssas nöqtələri sonrakı zamanlarda öyrəndik ki, bu qadın demək olar ki, aydındır ki, Azərbaycan musiqi mədəniyyəti tariximizdə öz adını qızıl hərflərlə yazmışdı və demək olar ki, repressiya illərində yeganə ilk və son repressiyaya məruz qalan musiqiçi qadın idi. Amma buna baxmayaraq, onun qızı Alanqu xanım çox sonralar, baxmayaraq ki, anası güllələnmişdi, uzun illər heç onun anası haqqında məlumat yox idi. Ailə elə bilirdi ki, anası sürgündədir, nə vaxtsa qayıdacaq. Yalnız 16-17 ildən sonra ailə məlum olur ki, anası artıq neçə illərdə həyatda yoxdur, güllələnibdir. Bundan sonra qızı akademik Azad Mirzəcanzadə ilə onun köməkliyi ilə müraciət edir və anasına 1956-cı ildə demək bəraət alır. Bununla bərabər bir məsələni də qeyd etmək istəyirəm. Bu da qızının xatirələrində keçir. Və bayaqda bəhs etdiyimiz həmən o qiymətli üzüyü illər sonra Alanqu xanım xatirələrində yazır ki, mən çox yaxın demək rəfiqəmin evinə getmişdim və həmin anamın üzüyünü o evdə gördüm. Məlum oldu ki, söhbət əsnasında o evdə demək olanlardan hansınsa babası ya atası keçmiş adı ilə desək KGB-də çalışmışdı və ya beləliklə həmin üzük onların ailəsində həmən gün Alanqu xanım görmüşdü və qeyd edir ki, mən bir daha həmin evə getmədim. 1953-cü ildə Xədicə Qayıbovanın günahsız olması sübut edilir və o bəraət alır. Elə bunun üzərindən 3 il sonra, yəni 1956-cı ildə Mircəfər Bağırov günahsız insanların təqib edilməsi və mühakimə edilməsinə görə həbs olunur. Bir il sonra isə məhz Xədicəni güllələdiyi Bayıl türməsində onun özünü güllələyib edam edirlər.